Qazla bağlı yenə deyirəm, mən çox işıqlandırdım həddindən artıq. Dedilər o baş plana salınmayıbsa, kəndin qazlaşdırılması yoxdursa xeyri yoxdur. 1000 dəfə də versəz onu, dedilər xeyri yoxdur. Yəni o hamısı baş plandan olmalıdır. Gedib gələ bilmirik deyir Elcan bəy, yəqin ki sizdə də yol yoxdur. Ümumiyyətlə bölgələrdə problem var. Ümumiyyətlə biz necə həyat olduqca, insan olduqca problem var həmişə. Biri var ki, həllini tapsın, biri də var ki, illərlə problem də sənlə getsin də. Yəni onda həqiqətən adam yorulur ki, nə qədər olar da. İnşallah ki, düzələr. Ümid eləyir, ümid sonunda ölür. Bu Samir Cahid olan izləyici hansıdır? Mən deməli buna şey vermişəm, 100% moderatorluq vermişəm. Ton çox sağ olun, yaxşı olasınız, siz necəsiz? Səydə deputlardı, ay müharibə göy deputat onda mən neynəyəcəm ki? Mən də o birlər kimi hansı qanun layihəsi dəyişəndə, tutaq ki, yeni qanun qəbul olunanda hə deyəcəm də, neynəyəcəm ki? Fikrimi niyə səsləndirilmirsiniz? 474 nədir bu başdı, ibiş? İbiş, bax nədir? 474 ibiş, nə demişsiniz ki, ibiş? Mən görməmişəm. Geçəvərdən salam əleykum, salam. İbiş əsəbləşibdir, mən fikrimi niyə səsləndirmirsən? Bu işıq da düşür bu eynən. Əsəbləşdirməyim. Sizə çox böyük simpatiya var, çox sağ olun. Salam ay bacı. Qəşəng koftanız var. Koftam, neçə ilin koftası? Eşidirsiniz, Abu Bəkir, xoş gəlmişsiniz. Yox, eşitmirəm, amma görürəm Abu Bəkir. Çox sağ olun, təşəkkür edirəm. Siz kişi qeyrətlisiniz, çox sağ olun, var olasınız. Sağ olun, ay Abu Bəkir. Hansı ildənsə? 80-ci ildən. Tolik kişiliyindən danışır, yazan izləyicimiz. Tolik bugündən 100 imkansız ailənin uşaqlarının sünnət aksiyasına başlayıb. Bugün 34 nəfəri artıq sünnət eləyiblər və bir neçə gündən sonra da tam uşaqlar sünnət olunub. Bitəndən sonra şadlıq evlərinin birində uşaqlar üçün toy eləyəcək. Ümid edirəm ki, yəni anladınız nə demək istəyirəm. Və bu artıq neçənci dəfədir onun etdiyi aksiyadır. Valla mən sizə bir şey deyim. Sinəsini döyən elələrini gördüm ki, yadınızda bir dəfə mən dedim, filan kəsi gördüm və babaşa hörmətim daha çox artdı. İndi yəni eyni cavabı bu məsələdə də verim mən sizə. Yox, nə bilirsiniz ki, məsəl üçün kiminsə başı çatmır, nə bilirsiniz, siz nerv patoloqsınız, siz nə bilim, psixoloqsınız, psixoterapevtsiz, nə bilirsiniz ki, məsəl üçün onun başı çatmır. Siz harada yoxladınız ki, onun başını tomografiya mı elədiniz, MRT-si mi elədiniz, nə bildiniz ki, başı çatmır? Məsəl üçün, haradan gəldiniz o qərara? Bura Vasimoydu, Yosidimoy. Psikologdan sağ olun, çox sağ olun.
Pərdəni dəyişin, baş üstə. Baş üstə. Çox sağ olun, mən təşəkkür edirəm sizə. Çox sağ olun, var olasın. Xoşum gəlir ya adamın evin içindəki dizaynla bağlı. Məsəl üçün adama göstəriş verəndə filan şeyi dəyişin, filan şeyi götürün. Hələ də bu pərdəni siz asırsınız, zat nə bilim, lənəni deyim və xoşuma gəlir izləyicilər. Pərdəmin neçə yaşı var? Nə bilim, çoxdanıncı illərin pərdəsidir. İnşallah, inşallah. Bu il bu 100 ildən qalan siz deyin, bu xuna mebelini cəmaat indi istifadə edirik, siz mərmər filan. Mənimkilər də qopub üstümə tullanır. Yəni bunları o məsələ edin. Yəni hamısı zibilxanalıqdır, bunların hamısı. Ev xoşuna gəlmir Sevən, Qarabağ, Azərbaycan. Elə istəyirəm ki, qəşəng belə geniş evim olsun. Məsələn, xunada bizdə 3 nəfər böyür-böyrə dayananda 2 nəfər mütləq dalaşmalıdır, çünki bir-birlərini dəyirlər. Ona görə əlbəttə ki, istəyərəm, Allah pul yetirsin, Allah deyir səndən hərəkət, məndən bərəkət. Mən də elə vallahi 25 il işləyirəm, elə ortaqda bir şey yoxdur. Yəni ona görə bu belə maaşla 1000 manat, 1500 manat maaşla alınacaq bir şey deyil, axı çətindir. İnşallah, əlbəttə ki, Allah canımıza dəyməsin inşallah ki. Yəni ona görə pərdə məsələsinə qalanda, onsuz da burada güya nə tezədir ki, bunların hamısı zibilliyə gedəsi şeylərdir. 17-ci mikroyon, hə. Xruşovka deyil bura, amma Leningrad proyekti deyirlər buna, səhv eləmirəmsə, Xruşovka deyil. Amma balaca, otaqlar balacadır, koridor 5 metrdir. Neynəm koridorda elə ki, futbol oynayacaq. Mən amma ki, koridor 5 metrdir. %43'dür. Çox sağ olun, var olasın, təşəkkür edirəm. Necə gözəl görsəniz. Buna da şükür, əlbəttə ki, gedib haradasa kiraya qalmırıq, bu evdən o evə daşımırıq. Çünki kiraya qalanların həqiqətən çox çətindir də işləri. Adam nə qədər daşınar. Mən tanıdığım adamlar var da, ay Allah. Deyir bezmişik də buradan ora, oradan bura, buradan ora, oradan bura. Yəni çox çətindir. Mən edirəm bir otaq olsun adamın. Mən onsuz da yəni 25 il bir otaqda qalmışam. Bir otaqda böyümüşük biz. 3 uşaq. Yəni ona görə də buna da şükür əlbəttə ki. Amma indiki uşaqlar hamısı istəyir ki, özünün ayrı otaq olsun, özü dizayn versin otağına. Biri deyir ki, boyumun rəngini pəmbə ilə, indi də bu gənc qızlar pəmbə deyil axı. Məsələn, oğlum deyir ki, mən filan şey. Deyirəm, elə ki, 40 otağımız da almışdır, hər özü üçün ayrı otaqdır. Mən də işte blokda zatda yataram. Mən də necə verim sizə ayrı otaqlar, cəmbi 3 dənə otaq var. Yəni bilinəm, amma ki, indi buna da şükür. Allah hər şeyin yaxşısını istəyirlər. Amma neyinə əsas məsələ oldu. Salam. Çox şirin evdir, huzur dolu. 3 otaqdır. 39 nömrəli valideyn. Sənə nətər valideynəm, Allah göstərməsin, Allah. Oğlum oxuyur orada. Düz qızım da oranı bitirir. Oğlum da 10-cu sinifdədir. Oxuyur, yox sadəcə gedir, gəlir desəm, yəni daha düzgün olar da. Uşağımın haqqına girməyim, oxuyub zəd eləmir. Prosta gedir, gəlir də, nə bilim, zorla qovuruq məktəbə. Mən probka vaxtı getmirəm. Hələ ki, normal vaxtı gedirəm. İndi bilmirəm, birinci gündən saat yəqin ki 9-un yarısı falan çıxaram, onda da tıxac olur, çox tıxac olur. Çünki 11-də olacaq, efirimiz elə planlaşdırmışıq inşallah. 11-də, 2-də, 4-də canlı yayımlarımız, sonra da arada materiallarımız, filanlarımız vaxtda YouTube kanalında. Zəkataldan salam var, əleyküm əssalam, həmişə belə gözəl qalın, çox sağ olun. Maşınınız yoxdur, çatmırlar. Yox, almışam maşın. Bir il yarımda almışam maşın. Leasingdədir, düzdür, hələ il yarımda ödənişini eləməliyəm. Leasingdədir, amma almışam, ayala. Nə qədər gözəl şeymiş maşın, ayala. Deyirəm, indiyə qədər mənə zülümlər çəkmişəm, dəhşət.
Harda yaşayırsınız? Sumqayıtda. Məsələn, imkanım olsa Bakıdan heç olmasa bir otaq ev almaq istəyirəm özümə. Bakıda da qiymətlər dəhşətdir də, yəni fantastikdir mənim üçün. Amma məsələn, tutaq ki, qızım orada universitetdə oxuyur, özüm orada işləyirəm. Sabah indi Allah qoysa, oğlum gözünü yumub belə yumurrası yenə də institutlardansa birinə düşsə, tutaq ki, bədən tərbiyə institutuna salına, indi o da oxuyacaq axı. Ona görə rahat olar ora. Məsələn, bir neçə gün orada qalmaq, bir neçə gün buraya gəlmək. O da ki, indi yenə deyirəm, Allah canımıza dəyməsin, bəlkə də nə zamansa olar. Bir dənə sualı oxumur, bir sualı. Deyir, həvəsim var, bekarsan, bunu oxuyacağım. Deyir, yumurlayır, deyirəm, ay bala, bəlkə elə onun böğründəki də cavab. Deyir, səydə bekar qalmışsan, sən işin gücün yoxdur, işini getdi. Danışığımız çox səliy gəldi. Harada yaşayırsın Sumqayıtda? Oğlumuzu özümü hazırlaşdırım. Hazırlaşmır, başladım, apardım, qoydum kursa. Hazırlaşmadı. Birinci ay 450 manat ödədim. Lider kursuydu, 9-cu mikrorayonda Sumqayıtda. Ondan sonra da hər ay 195 manat, 200 manat verirdim. 5 manat da oradan özü qoyurdu cibinə. Düzdür, pul xərcləyən deyil, qəti xərcləmirdi. Elə gətirir, atır, özünün orada yeri var. Gətirir, atırır ora. Yəni, dəhşət uşaqdır. Belə baxıram. Əvvəl futbola gedirdilər də yarışlara filanlar. Onu da yarım-yarımçıq qoydu. Pul verirdim də. Məsələn, bir də gördünüz ki, gedirlər İsmailiyyədə 2 günə filana qaydırdılar. Həm Qubayza da gedirdilər. O yol pulu, otel pulu zat başqa. Bu müəllimə verdiyimiz pul. Bir də özünün cibinə qoyurduq da. Məsələn, 10 manat, 15 manat. Nə qoyurdunsa onu da qaytar. Deyirəm, ay bala, axşam bir dənə su ürəyini istəməyib. Deyir, yox, uşaqları aldım, mən neyinirəm ki? Yəni, o qədər belə şey, gözü toxuşaqdır ki, o baxımdan dəhşətdir. Amma sizin qızım elə deyil. Qızıma 100 manat ver. Denən ki, tutaq ki, 3 gün bunu xəşdə, 4-cü günə 1 manat xəşləməz ki, sən dedin ki, 3 gün xəşlədə, 3 gün xəşlədə və salamda 100 manatı axtarsan, yerin deşiyindən də tapa bilməsən, getdi 100 manat. Deyirsən ki, məsələn, mən dedim də, bəs sən özün insafın zadın növmünü deyir, amma özüm dediyim, tutaq ki, düz indi 3 günə 100 manat xəşləm, ümumiyyətlə misalı. Amma oğlum dəhşət çox başa düşəndir də. Amma ki, oxumur da. Onu deyirəm, deyirsiniz, özüm hazırlaşdırım. Heç nə. Dedim da elə göz yumub yumurlamaqdırsa. Müəllim hər gün qrupa yazırdılar, ancaq bunun adını yazırdılar ki, özü oxumur, qoyun bir cəmaatda otursun. Tərbiyəsi uşaq deyil, amma yerdən replikatır, güldürür. Elə bilirsən ki, İncəsənət Universitetinin aktyorluğunu bitirib, ay Allah, dəhşətdir, deyirəm, bu yumor hissi harada, necə formalaşdı. Məndə də son illər yaranıb bu yumor hissi, əvvəl elə deyildim. Dedim, ay bunu mən utanıram. Hər gün İlyas day adam biraz üzündə abırzat. Sonra müəllimə dedim ki, gördüm bir gündə qrupa yazdılar ki, İlyas elə şagirddir ki, o cavabları atır. Cavabları oxumaq da müəllim də bilir ki, bu cavabı atır da. Heç nə dedim, bu da nə deməkdir? Bir şey ki, cavabı atırsan, deyib orada da atassansa, elə qoy bunlar da sən atsınlar belə. Müəllimə yazdım ki, vallahi mən utanıram hər gün o şeyi oxuma. Adam oxum, özü də deyir ki, mən oxumuram, sən hər ay 200 manat verirsən. Deyim, düz eləyirsən, mən xəstəyəm axı. Prosta dedim, adam olasan, olmaq istəmirsən, sözü bilərsən. Deyir, hər səhərin saat 5-6 işləmiş, ora gəlirlər də zibilizadı yığmağa. Deyirəm, növbəti mərhələdə əskərlikdən sonra İlyas yerindir. Amma sən maşın sürən olmayasın. Çünki daha sürdüyü zat bəskən yoxdur. Sən zibili yığan olasın. Çünki özün seçmirsən onu. Vəssalam. Şərhləri oxuyun. Neçə yaşı var ki oğlunuz? 16 yaşı 10-cu sinifdə oxuyur. Səndən öyle. Yox, bilsiniz necədir? Yəni, o oxumaq, uşağı məcburi oxutmaq olması heç vaxtdır. Mən məsəl üçün heç istəmərəm o universitetə girsin, nə vacibdir ki? Amma deyirəm, bir sənət sahibi olsun. Getsin, nəysə örgənsin sənət. Bu adamın sənəti də heç nəyə həvəsi yoxdur adam. Bir dənə PUBG-dir, vurdu, qoru, qoyma. Yəni, 2 dəqiqə qaydıramıza doyamayan. Günümüz ancaq elədir PUBG-dir. Gəh divan bu başında uzanırıq, gəh o başında uzanırıq, gəh ortasında otururuq. Yəni, belə, günümüz budur. Bizdə deyilən, bu PUBG nədirsə, ay Allah, yekə adamları da yəni.
Sizi çox sevirəm, çox sağ olun. İndiki vəziyyətdə, uşaqların vəziyyəti elədir. Dostlar, bizimki kimi, siz də PUBG oynuyorsunuz. Yox, nə PUBG, mənim əlimdə lazım olsa telefonu qıraram. Sadəcə özümü almışam, pul vermişəm deyə heyfim gəlir telefona. Mən PUBG oynayan vaxtımda sizə, mən o oyunun adı gələndə əsəbləşirəm. Siz bir də eyni müddəki vəziyyət, ay Allah, mən vəziyyətimdə olanlar az deyilmiş. Hər gün belə deyirəm, qərar verdim Səidə. Özü çox vaxt onlar deyirəm ki, mənim adım deyin də, mənim mama deməyin, ana deməyin. 1-3-5 gedəcəm məktəbə, deyirəm ki, yaxşı. İndi səhərsi gün, məsələn, 3-cü gündür durur, deyir ki, yox, mən qərarımı dəyişmişəm, 2-4-6 gedəcəm. Deyirəm, yəni bugün getmirsən də belə. Yox, Səidə, orada da oturub deyir, onsuz egr oynayıram da, oturum evdə oynayayım da. Zaten məktəblərdə dərs keçilmir. Bunu hamımız bilirik də. Deyirəm ki, düzdür, heç olmasa gözümün qabağındadır evin içində. Bilirəm ki, məktəbin tinində siqaret çəkməyir. Nəyəm, oğlanlara qoşulub qeyb haradasa dava zat, kuruqa yığışmır zat da. O günündə elə yola verdik. Sonra sərsi gün durur, deyir ki, yox, elə ən düzgün qərar 1-3-5 getməyim idi. Deyirəm ki, sabah 5-ci gündə gedirsən, deyir, yox da, yox. Bunu gələn həftədən, söz danışdıqdan keçir, danışdıq. Bu həftə nəsə ki, belə yola veririk, başlayır gələn həftədən, davamız yeni də başlayır, yer dəyişmələr. Zaten içində belə günü-günü calaya yaşayırıq da. Amma məktəblərdə həqiqətən dərs keçilmirdi. Valla, o mənası yalan qeyb müəllimin başında ağrıdılar. Elə müəllim deyir, Ayşıq sakit dur, Ayşıq yavaş söhbət elə, Ayşıq bunu elə, Ayşıq bunu elə. Arada paraşok gedir. Arada maşın işləyir, işıq pulu yazır ki, məktəb paltarlarını yuyuruq. Ərköyün də deyilir, Amin bəy, yox, mən ərköyün filan böyütməmişim uşaqlar. Mən heç başa düşməyəm ki, uşaqlar belə qaldırıb, öyrəsi var, deyir, mən həmişə müəllimlərə demişəm ki, gözün də bası çıxır, mənim uşağım deyil, icazə verirlər. Mən həmişə demişəm, döyündə tənbih deyilim, vurunda. Bizim başımızı da deşirdi müəllimlərimiz. Nə oldu? Adam olmadı. İndikilər deyir, o dəymə, valideyn şikayət edir, gedir məktəbə davaysa da. Mən heç vaxtı yox. Çünki müəllim durduq yerdə birinci heç bir uşağı vurmaz, heç bir uşağı danlamaz, heç bir uşağın nə bilim valideynin çağırtdırmaz. Bu normal bir şeydir də. Qaynananız hanı? Qaynanam da yatıb da saat 12-nin yarısıdır. Qaynanam səhər tezdən saat 5-də yuxudan durur. Hə, yəni ərköyünlük məsələsi deyil. Sadəcə yenə dedirəm də, məktəbdə dərs keçilməyir, oxumayan adam. İndi çoxu hazırlığa gedir deyil, məktəbə həftədə bir dəfə, 2 dəfə belə gəlirlər axı. Mən də uşaqlara müəllim vurur. Oruç tutursuz, yox tutmuram. PUBG-ni çıxardan ölkələr cavanların beyni. Mən sizə bir şey... Ay, niyə onu səssiz attın? Ay, Əfsun, oxuyurdum ki, attın səssizə, getdi. Ay, başa dedim, sən onu niyə səssiz atırsan ki? PUBG-dən yazır, onu da səssiz atırsınız. Bu nədir? Allahım ya Rabbim. Bu nədir? İndi mən bunu nətər tapım? Tövbə estağfurullah edib ki, olmasın sağlam düşüncə. Mən sizə deyim, PUBG yox, bu balina oyunu filanı var ki, orada çox gənclər intihar elədi filan. Yəni o oyun mən düşünürəm ki, düşünülmüş şəkildə elə o gəncliyi zadı belə xəstə böyütmək üçün və yaxud da gəncləri belə intihara sürükləmək üçün filan. Amma PUBG oyunu belədir ki, şükür Allah, yəni hələ ki PUBG oyunundan belə bir şeylər yoxdur da. Çünki mən özümdə diqqət edirəm. Elə oynayanda gəlib durub başqa üstünə biraz baxıram ki, ümumiyyətlə bəlkə elə PUBG adı ilə başqa şeyə baxır, başqa şey oynayır. Ona görə mütləq diqqət eləmək lazımdır. Düzün, mən nə yalan deyim, məktəbdən gələndə ümumiyyətlə gəlir, görüşürlər də uşaqlar mənlə. Yəni mütləq birinci inirəm, görüm siqaret izadı gəlmir. Məsəl üçün, bir neçə dəqiqə müşahidə edirəm hərəkətlərini. Görüm, nəsə dəyişiklik yoxdur. Düz bilirsiniz də, belə xoş olmayan vərdişlərə zada bu yaşından artıq başlayır da. Uşaqlar o keçid dövrü dediyimiz vaxtdan başlayırlar. Ona görə də mən diqqət edirəm və kimin o yaşda uşaqlar varsa, ümumiyyətlə diqqət eləsinlər. Çünki sonra çox çətin olub da o şeydən filandan qaytarmaq.
axır vaxtlar çıxışlarınız qəzo. Mehbari xanım, inşallah birinci gündən var sürətlə başlayacağım da, ona görə hə çıxışlarım az olur. Çünki o televiziyanı qurmaq, yaratmaq biraz bizdə vaxt aldı. Ona görə birinci gündən inşallah ki başlayacağım yenə də öz axarı ilə, öz sürəti ilə. İnşallah. Evladınızla Əli bəy, hə, o vaxt mən onlara demişdim ki, mənim mamama zat deməyin. Məsələn, qardaşımın uşaqlarına da deyirdim, baldızımın uşaqlarına, qaynımın uşaqlarına falan deyirdim ki, mən adımla çağırın da, mən bibi zat deməyin. Onlar amma elə şey deyirlər, bibi deyirlər. Bir dənə baldızımın oğlu Səidə zat deyirdi, onu da qaynanam deyirdi ki, Səidə nədir, utanmırsan, sən bibi və Səidə deyirsən. Deyirdim ki, özüm demişim, işin yoxdur uşağı. Arada hə, oğlum belə gəlib zarafatlaşanda deyir ki, ay Səidə, fikrimi dəyişdim, ay Səidə, mən falan yerdə bir dənə krasovka görmüşəm. Nənəni belə hə, arada hə deyiləm, xoşuma gəlir mən adımı çağıranda. Qızım yox, oğlum mənə arada deyir. Çox-çox sağ olun, var olasın. Hə, Allah bütün balaları qorusun. Kanalım Gülya xanım, bax da YouTube kanalıdır. Öz kanalımda artıq yaratdım onu və öz kanalımda işləmək çox rahat olacaq. Yəni, arzularım gerçəkləşir də deyə bilərəm ki. Və orada mən rahat-rahat danışacağım artıq. Başımın üstündə heç kim deməyəcək ki, onunla danışma, bununla danışma, onun adını çəkmə, bunun adını çəkmə filan. Yəni, çox əziyyət çəkirdim də mən danışandan sonra. Day. Dəhşətizm şeylər yəni. İndi artıq rahat olacaq. Bax da, baxın da Səidə Bəkir qızına baxın. Ora sadəcə abunə olmağınızı xahiş edirəm ki, canlı yayım gedəndə orada zəng səsini də açın. Canlı yayım gedəndə siz görün onu. Çox da yaxşı qalxır. Abunələrimiz hələ belə ara sıra biz veririk. Birinci gündən yenə dedim də inşallah çox yaxşı olacaq. Mən sizə göstərim kanalı. Çox izləyicimiz görməyib. Onun bir reklamını da göstərəcəm sizə. Daha doğrusu reklamını çəkəcəm. Baxın bu. Bax da YouTube kanalı. Çox maraqlı müzakirələrimiz olacaq burada. Çox maraqlı. Artıq nə qədərdir abunəmiz? 63.500-dür, 63.400 idi. Bugün artıq 63.500-dür. Yəni belə. Bizim ümumiyyətlə dizaynımız çox fərqlidir ki, bu başqa YouTube kanallarında yoxdur. Çünki dizaynın özü də önəmlidir. Və etdiyimiz müzakirələr əksər kanallarda olunmur. Bunu da yeri gəlmişkən deyim. Yəni belə. Və hədəfim ən çox baxılan kanal olmaqdır. Hədəfə doğru addımlayıram. Sağlıq olsun. Amma bir dənə həm bunun reklamını çəkəcəm, verəcəm YouTube kanalımda. Çünki izləyicilərin əksəriyyəti bilmir. Çünki hər gün dayanmadan işləmirik. Hər gün material atırıq, hər gün material qoyuruq. Başqa biri də var ki, məsələn, artıq onu bir stabil formada eləyirsən. İnşallah ki, indi elə eləyəcəyik. Yaxşı olacaq. Abunə oldum. Çox-çox sağ olun. Abunə olun. Təşəkkür edirəm. TV-də mən çoxdan işləmirdim. Mən belə 7 il idi TV-dən uzaqlaşmışdım və özümə söz vermişim ki, televiziyalara qayıtmayacağım. Çünki televiziyalarda çox haqsızlıq görmüşdüm mən həddindən artıq. Sadəcə nə bilim bir səhv idi də elədim, getdim Space-ə. Yəni bu Space-in özünə görə demirəm. Təbii ki, sadəcə mən düzgün qərar vermədim də Space-ə getməməliydim. Mən onsuz da bilirdim ki, böyük televiziyada danışmağa qoymurlar adamı. Yəni mən onu bilə-bilə Space-ə getdim də, mənim yanlışım orada oldu. Amma ki, neysə ki, bu da demək ki, yaşayacağım bir şeydir. Və heç nə səbəbsiz yeri olmur. Nə olursa onun hamısının səbəbi var. Bəlkə də daha yaxşı olsun. Bəlkə də bəli, mən artıq öz kanalımı qurum deyə oldu bunların hamısı. Hər şeyin bir səbəbi var mütləq ki. Minimum qalxdı deyir, nə deyir. İzləyici yazır dayanmadan. Amma nə yazırsa mən heç onu başa düşmürəm. Добрый вечер, добрый вечер. Axşamınız xeyir desəydiniz olmazdı, bəlkə də izləyici rusdu bilmirəm. Necəsə, çox sağ olun Dilbər xanım, siz yaxşı olasınız. Ramil bəy, çox sağ olun.
İrəvan Azərbaycandır. Həmişə belə gözəl qalın. Çox sağ olun. Gülya xanım, mən sizə deyim gözəl insan necə abunə olun. Baxın, girirsiniz YouTube kanalına. Burada abunə ol var. Hanı? Baxın, burada abunə ol var. Bunu vurursunuz və abunə olursunuz. Belə. Uğurlarınız bol olsun. Çox sağ olun. Sizi çox sevirəm. Amma qaçqınlarla işiniz olmasın. Ramal bəy, mənim qaçqınlarla heç bir işim olmayıb və mən ümumiyyətlə heç qaçqın kəlməsi heç vaxt işlətməmişəm. Mən də sizi sevirəm. Təşəkkür edirəm. Abunə olanda yaxşı pul gəlir. Xeyr, Amil bəy, abunə pul gətirmir ümumiyyətlə. Baxış olmasa, istəyirsən 1 milyon abunən olsun, sən qoyduğun materiala baxış yoxdursa, sən heç bir qəpik də gəlmir. Yəni, abunənin ümumiyyətlə pul qazanmaqla heç bir əlaqəsi yoxdur. Sadəcə abunə ona görə lazımdır ki, bizim verilişimiz başlayanda, misal üçün sizə artıq mesaj, xəbərdarlıq gəlir ki, burada başlayıb veriliş. İndikatör deyir. Baxış mütləq olmalıdır. Baxış, bəli, bir də ki, aralara yerləşdirilən reklamdan gəlir. Salam. Canlıya gələndə xəbər elə deyir. Necə xəbər efim canlıya gələndə elə şey olur? Çox sağ olun, Meyiz Xanca, təşəkkür edirəm. Mən sizə çox istəyirəm. Çox sağ olun, Salih xanım. Moderator bir anahtar kəlmə sildi. Nə anahtar kəlməsini sildiniz ki, moderator? Anahtar kəlmələri silməyin zəhmət olmasa. Yəni, mən aura anahtar kəlmə qoymuram ki, siz götürüb onu siləsiz. Nə üçün silirsiniz ki, onu başa düşmədim. Açar sözləri niyə silirsiniz ki? Bir sual verə bilərəm, buyurun. Yox, orada o birisi moderator. Orada yazıb ki, bir anahtar kəlmə sildi, ona görə soruşuram. Sən yox, əfsun o birisi. Minimum əmək haqqı qalxdı. Yox, qalxanda deyəcək də, yox da elə xəbər minimum əmək haqqı ilə var. Bugün Azərbaycan dili günü idi. İrəvan Azərbaycandır. Bəh, nə gözəl sözdür. Siz gələcəyimizi necə görürsünüz? Valla, mən gələcək görməyim zadım yoxdur. Nə yalan deyim, mənim öncü görcülüyüm zadım yoxdur. Ümid eləyək ki, yaxşı olacaq. Ümid eləyək. Avtobus sulağı ləğv olundu, cərimə yazılmayacaq. Bu, isə qurbanmayla aynanın elədiyimiz tənqidlər deyəsən ünvanına çatır. Bu haradır? Şamaxın Kadlan ərazidə hərəkət işıqlarda vasitəsilə tənzimlənəcək. 20 yanvar küçəsinin kəsişməsində. Bir şey deyil. Onun qiyməti niyə qalxdı? Nə bilim, ay xərlov qalxdı da. Ran sözünü silirdim. Bildim. Space'də yox, keçən ildən veriliş bağlandı. Deməli, 20 yanvar ərazisində, dostlar, orada avtobus zolağını ləğv ediblər. Bakıda probka nə vaxt qutaracaq, heç vaxt. Həməyə kimi nə çox, lizinqdən maşın alanlar. Bakıda da adam sayından çox maşın var, sizdə probka necə bitəcək ki, orada mümkün deyil ki. Çox sağ olun, Ləman xanım, təşəkkür edirəm. Salam elimizin Mərd qızı. Çox sağ olun, əleykum salam. Salam, ipoteka nə vaxt açıla bilmirsin, bilmirəm valla.
profka yox deyir, tıxac, profka. Eşitdiniz, profka yox, tıxac. Bağışlayın da ya, bizdə tıxac deyən, 100 ilində bir dəfə kimsə deyirdi, profka deyirdi. O qədər rus kəlmələri daxil olub ki, bizim Azərbaycan dilində. Dedim pəncərəni örtün. O pəncərəni örtün, nəfis olanmır. Nə yalan deyim. Axşamınız xeyir, axşamınız xeyir. Axşamınız xeyir. Mən indi öz kanalımda, Yusif bəy. Bax da YouTube kanalında. Dedim da nə qədər ambun əlinin altında işləyəcəm, baxış gətirəcəm ora. Tabii ondan sonra özümüz əlimin altında işləyimdə qoşa bilərsiniz. Heç kim almıram canlıya. Oldum abone. Çox sağ olun. Var olasın. Mən prezidentimi çox sevirəm. Dəyərli izləyici, bəli, həddindən artıq çox sevirəm. Bəli, prezidentim deyir ki, Azərbaycan dilinə önəm verin, Azərbaycan dilində danışın. Yəni siz indi burada Amerika kəşf eləmədiniz, yeri gəlmişkən. Deyək ki, nəsə dediniz, amma heç nə demədiniz və çox da gülməli fikir yazdınız orada. Yox, ki, siz bir kəlmə də olsun rus dilində, yəni heç işlətmirsiniz də, hə. Mənim Rusun özündən də zəhləm gedir, dilindən də zəhləm gedir, yer gəlmişkən bunu deyim. Amma ki, yəni biz illərlə onların tərkibində olduğumuza görə, yəni Rus sözləri elə oturuşub ki, bizim dilimizə. Düz biz efirdə olanda çox düşünürük, danışanda ki, işlətməyək o sözləri. O başqa, mənim özümdən deyirəm ki, təmiz Azərbaycan dilində, heç yenə də Azərbaycan dilində təmiz danışa bilmirik ki, Farsdan alınma sözləri deyirik, öz sözümüz kimi, nə bilim, Rus sözlərindən istifadə edirik, Türk sözlərindən istifadə edirik. Bəli, yəni dili qorumaq lazımdır da. Bir milləti məhv eləmək, dilini əlindən alırsansa, vəssalamda necə sübut edirsən ki, Azərbaycanlıdır bunlar? Bakı şəhərin özündə, yarıdan çoxunda, əsas da mərkəzlərdə. Əks 90% rus dilində danışır, 90%. Elə bilsən ki, şey deyirsən, nə bilim, Moskvadasan, Sankt-Peterburgdasan, Belarusdasan, Rus dilində danışılır. Semiçka kimi Türk Belarus dilində, Azərbaycan dilində danışılır, Beçuşka kimi baxılır. Yəni, sonuçta mənzərə budur. Çox sağ olun, bəni sev atanlar. Bəni sev görəvim var, yeri gəlmişkən, amma da bilmirəm, neçədən bəni sev olmalı görəv tamamlanmağa görə. Mən sizə yazmışam, təcil edin, xahiş edirəm, deyir Dəniz xanım. Dəniz xanım, hara yazmışsınız, hara baxın. Əgər bura yazmışsınızsa, valla burada dəhşət. Çox sağ olun, bəni sev atanlar. Hə, görəvim var, amma bilmirəm, neçəsini tamamlamalıyım. Onu bilmirəm, amma mesaj gəlmişdi dünən. Salam Şənkürdən. Çox sağ olun, İlyas bəy. Oğlumun da adı İlyasdır. Rəhmətli qaynatamın adı onun adı. İkoş. Qızım, salam aleyküm, salam Elmira xanım. Anamın da adı Elmira deyir gəlmişki. Dünə 66 yaş tamam oldu. Elvin bəy, o barədə zamanı gələndə danışacağım da, istəmirəm hər yayımda o ilə bağlı danışmağı. Çünki özümün artıq zəhləm gedir o söhbətdən. Salam. Allah cəmi valideynlərə ömür versin. Nədə ömür versin. 6 ildən biridir, UNESCO-ya daxildir. Nə olsun ki, Jasmin xanım, o deməkdir ki, Rus dili UNESCO-ya daxildir, dünyada olan 6 dildən biridir deyə, o deməkdir ki, Bakı küçələrində Rus dilində danışmalıdır. Amma nə əlaqəsi var ki? Rusiya böyük dövlətdir, hegemon dövlətdir, bunu başa düşdükdə biz də nöqtə qoydaq. Dilimiz Rus dilində,
Restoranlarımızın yazısı ingilis dilində. Gəl sübut elə ki, sən Azərbaycandansan. Siz qafanda orta məktəb hansı dildə oxumusunuz? Mən ümumiyyətlə qafanı görməmişəm. Atam görmədiyim yerdə necə orta məktəb oxuya bilərəm ki? Allah dünyasını dəyişən valideynlərə rəhmət eləsin. Həyatda olanlara can sağlığı versin. Heç qocalmasın valideynlər. Kəşki, kəşki. Eşq olsun ləzgilərə. Düz biz ləzgilərdən danışmırdıq, amma eşq olsun. Xalq düşmənisən sən. Aytər Aynə xanım, nə gözəl siz təyin etdiniz. İnanırsınız, heç bir aidiyyatı qurumunun təyin eləyə bilmirdi. Siz təyin eləmişsiniz. Afərin. Bilirsiniz də, şəratmağa görə cərimə oluna bilərsiniz və məsuliyyətə cəlb oluna bilərsiniz. Yeri gəlmişkən deyim. Sadəcə vaxtım yoxdur, həqiqətən də sizin xislətdə olan adamların arxasınca düşməyə, amma deyim, yəni açıq-açığına mənə şər atdığınıza görə, şər atmadı yeri gəlmişkən xalq düşmənsən, sən deyirsən, yəni siz də məhkəmə qarşısında cavab verməlisiniz də. Siz ki, bu xəbərdarlıq eləyirəm də. Durmadan yazsaz artıq məcburam ki, aidiyyatı qurumlara müraciət edeyim. Ona görə də mənə yox, özünüzə hörmət edeyim. Bunu həmişə demişəm. Yəni, yenə də deyirəm, özünüzə gəlin. Mən xalq düşməni olsam nə vaxtsa, yəni ağlınız özünüzə getməsin, yeri gəlmişkən bunu da deyim. İkinci ki, bunu dəqiqləşdirən, bunu təyin edən aidiyyatı qurumlar var. Yəni siz hələ ki o adam deyilsiniz, kimsə haqqında belə açıq-açıq burada 700-800 adamı yanında elə fikir yazasınız və yenə də deyirəm, bilirsiniz ki, sosial şəbəkə üzərində kimisə şərəfini alçaltmaq, kimisə təhqir eləmək, bununla bağlı cənab prezidentin də hətta bilirsiniz ki, 500 manat məbləğində bir cəriməsi var artıq, hansı ki, bu qanunda qüvvəyə minib. Ona görə də çalışın, bilmirəm, indi 60 yaşınız var, 50 yaşınız var, 40 yaşınız var. İndiyə qədər bəlkə də düşünmə baxımından çox kasıb olmuşsunuz. Amma çalışın bundan sonra bir qədər varlanın. Çünki yenə də deyirəm, aidiyyatı qurum qarşısında cavab verməli olarsınız və bu sizə çox-çox baha başa gələr, etməyin. Yəni, bunu mən sizi qorxuzmuram, ha? Yenə də deyirəm, mənim heç vaxtım yoxdur belə düşüncəsiz adamların arxasınca gedim. Sadəcə bir xəbərdarlıq deyirəm. Təkrar qayıtsanız, yəqin ki, artıq aidiyyatı qurumlara müraciət eləyəcəm bu ilə bağlı. Çünki bilirsiniz, bugün də bir TikTok şəbəkə istifadəçisini saxlayıblar. TikTokda qeyri-etik davranışlar sərgilədiyinə görə, bu şəkildə danışdıqlarına görə, ona görə də yəni diqqət edin. Elə bilməyin ki, adı altında gizlənirsiniz və sizi tapmaq olmayacaq. Aidiyyatı qurumlar bir dəqiqənin içərisində kimliyinizi, adınızı, soyadınızı, yaşadığınız yeri belə dəqiqləşdirə bilər. Bir dəqiqənin içərisində. Elə bilməyin ki, sosial şəbəkədə siz kimlə bağlı nə istəsiniz orada yazıb və sonra da namərd kimi dabanınıza tüpürüb qaça bilərsiniz. Yəni elə düşünməyin, ona görə də çalışın bundan sonra ağıllı olun. Çünki yaraşmır da bir nə bilim qadına, bəlkə də anam yaşındasınız, yəni bir qadına yaraşmır da, ayıbdır. Yəni, ona görə də özünüzə hörmət edin. Bir daha deyirəm, mənə hörmət eləməyə məcbursuz, amma anladığım qədərlə başa düşmürsünüz bunu. Ona görə də özünüzə hörmət edin. Çünki o dediyiniz ifadələr çox ağır ifadələrdir. Məsələn, bəziləri var ki, sosial şəbəkə üzərində, məsəl üçün, mənə erməni deyə şər atırlar. Çox ciddi ittihamdır, çox ciddi ittiham. Müraciət eləsəm, inanın ki, yəni heç onlarla bağlı, yəni yaxşı olmaz da, heç onların və onlar hələ də dərk eləmirlər ki, bu çox ciddi bir məsələdir də, çox ciddi bir məsələ. Məsələn, məni oranın xüsusi xidmət orqanlarına işləməkdə, öz aləmlərində. Mən hələ bunu Akif Nağı timsalında anlatmışam. Amma məsəl üçün, biz və Ağdamlılar, Ağdam və Ağdamlılar, bizim Ağdamlılar səhifəsində işləyənlər hələ də anlamayıblar. Və artıq mən başlamışam onlarla bağlı məlumat yığmağa. Çünki mən çox dedim, çox xəbərdarlıq elədim ki, mənim şəxsiyyətimə heç kim toxuna bilməz. Məni heç kim erməni çıxarda bilməz. Mənim heç kim ata adımın sonuna o şəkilçini artıra bilməz. Ola bilsin sizin atanız ermənidir, onu da anlayıram, amma o demək deyil ki, biz
qərbi Azərbaycanlıyıqsa, qafanlanıqsa, o demək deyil ki, mən erməniyəm, bu o demək deyil. Biz tarixi Azərbaycan torpağındanıq, bu başqa bir şeydir. Erməni olmaq başqa bir şeydir. Və hələ yığışmayıblar özlərinə, yenə də deyirəm. Çox ciddi ittihamlardır və mənim də o məsələdə səbrimin bir yeri var, bir yerə qədər gözləyirəm. Akif Nağan timsalında çatdırdım hamısının diqqətinə ki, deyirsənsə sübutunu eləyəcəksən. Aidiyyatı qurumlara müraciət elə. Əslində hamı bilir, o qədər gözəl bilinir ki, kim hara gedir, hardan gəlir. Sadəcə düşüncəsizlikdir də ki, adam elə bilir ki, elə nə istəsə yaza bilər. Ona görə də elə gedin, elə düşünən adamlara da çatdırın buradan sözümü. Yəni elə bilməsinlər ki, bu təhqirləri davamlı eləyəcəklər və mən də durub elə-belə baxacağım, deyəcəm, itürər karvan keçər, itürər karvan keçər, itürər karvan keçər, itin peşəsi hürməkdir, dəm çaqqalın peşəsi ulamaqdır, deyəcəm, amma bunu da bir yerə qədər deyəcəm də. Çünki dayanmadan yazır o adamlar, dayanmadan yazır o adamlar, dayanmadan yazır o adamlar. Yəni dayanın bir yerdə, çox xahiş edirəm. Tənqidiniz var, normal fikirlərimi bəyənmirsinizsə, normal üzərindən şərhini verin. Normal şərh verənlərə heç vaxt heç nə deməmişəm. Məsələn, Cəbrayılın birisi var, Səidə ermənidir deyir. Dəqiq bilirəm, Səidə ermənidir. Ermənidən törüb. Ay Allah, heç nə yoxdur. Bir də kişilikləri çata, gəlib çıxalar mənim qabağıma, mənim üzümə deyələr o sözü. Biz siz necə fikir vermə deyirsiniz, bir dəfə keçə bilərsən ki, itürər karvan keçər, yenə də deyirəm də gedərsən. Görsən adam dayanmadan səninlə danışır, eyni mövqedə adam başa düşmür ki, buna görə bunun hesabat verəcəyi yer məhkəmə instansiyasıdır. Mən sadəcə deyirəm ki, bunların sayı 1 deyil, 2 deyil, 3 deyil, 5 deyil, o qədər səviyyəcə aşağı olan adamlar var, o qədər belə özündən xəbərsiz adamlar var ki, belə utanıram ya onlara, həqiqətən zaman itirməyə utanıram onlara ki, yəni adamın səviyyəsi ortadadır, adam ağzını açır, yəni bilirsən ki, kimdir də, mən utanıram axı, buna görə kiməsə əziyyət verim, özüm də əziyyət çəkməliyəm, buna görə vəkil tutmalıyam, buna görə müraciət eləməliyəm. Mən susuram, adam elə bilir ki, mən məsələn ondan qorxuram da, bu tip adamlar çoxdur, özünüz bilirsiniz yəqin ki. Yəni, hələ də yenə də deyirəm, bunlar anlamayıblar ki, o sözlərin hamısı birisinin yəni şərəfinə toxunmalıdır. Buna görə Azərbaycanın cinayət məcəlləsində məsuliyyət var, məsuliyyətə cəlb oluna bilərsiniz. Yenə də deyirəm, mən heç o 500-300-lə qarşılaya bilməyəcəksiniz də. Mən çox ağır formada cavab istəyəcəm, amma mən eləmirəmsə, biraz sizdə özünüzə yığışın da, bu o demək deyil ki, heç vaxt eləməyəcəm də. Yəni, bunlar elə bilər ki, Cəbrayılda oturublar və bunları tapmaq olmayacaq. Cəbrayılda sizi tapmaq nədir? 2 vur 2-dir də, 2 vur 2. Bir dənə videomuzu qoyacağım, deyəcəm, hörmətli Cəbrayıllar, mənə şəxsiyə yazın, görək hansı kənddədir və sonra özüm belə gəlib axtarıb taparım, heç yenə edirəm, hansı aidiyyatı quruma əziyyət də vermərəm.